İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelerin birinin qarşısında davadalaş olub. Şəhər sakini 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Tural Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb. Məlumata görə bir müddət əvvəl Tural Bəhrəmli Rafiqin qızını sevib, ailə həyatı qurmaq istəyib. Bu məqsədlə o qızın evinə elçi də göndərib, lakin Rafiqin ailəsi qızı ona verməyib. Tural isə sevdiyi qızın qarşısına keçərək onu qaçıracağını bildirib. Həmin gün kafedə ad günü məclisində olan Rafiqə bu barədə məlumat çatıb və o Turalı kafeyə çağırıb. Hadisə yerinə gələn Turalla Rafiq arasında mübahisə yaranıb. Mübahisə kafenin qarşısında da davam etdirilib. Nəticədə Rafiq Turalı yumruq və təpik zərbələri ilə ölümcül döyüb. Hadisəyə ad günündə iştirak edən şəxslər müdaxilə edib və Turalı xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmuyor. Tural xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rafiq Məmmədov saxlanılıb. Qeyd edək ki, Tural Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.